Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə növbəti izahımızı paylaşacağım. Gəlin baxaq görək nəyi yadda saxlamaq lazımdır. Sözdə səs uzanması yazılışla diliş arasında fərq yaratmır. Bəli, yaratmır. Bilirsiniz, mövcud 4 dənə sözümüz var ki, bəzən nərə, dava, əyan sözləri yazılışla deyiliş arasında məna fərqi əmələ gətirir uzanma olduğu üçün. Amma bundan əlavə bu istisnalardan başqa yerdə qalan sözlərdə məna fərqi əmələ gətirmir. Azərbaycan dilində bütün saitlər uzanırmı? Xeyr, bütün saitlər uzanmır. I və ü saitindən başqa yerdə qalan saitlərimiz uzanır. Bu iki sait uzanmır. Bir dənə üfüqi sözü var ki, o söz istisnadır ki, o sözdə uzanma hadisəsi baş verir. Ümumiyyətlə bu dil bizim dilimizə başqa dildən keçmiş bir qayda qanundur. Əsasən ən çox müşahidə edirik eyni cinsli qoşa saitli sözlərdə. Saat, biri düşür, digəri uzanır. Bədii, biri düşür, digəri uzanır. Təbii, biri düşür, digəri də uzanır. Dərslərimizə qoşulmaq üçün növbəti sürət qruplarımıza start verildi. Kursumuzdan əlaqə saxlaya bilərsiniz. Qeyd edeyim ki, sürət qruplarına dərslər həftədə 4 dəfə keçirilir. 1 saat yarım olmaqla, əgər qoşulmaq istəyirsinizsə də yüksək nəticə əldə etmək istəyirsinizsə 055 408 17 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.